Sağ olun. Başlaya bilərik. Axşamınız xeyir olsun. Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilmiş. Araz Naxçıvan Qarabağ oyun sonrası Naxçıvan Konferansiyası başlayır. Əvvəlcə Elmar müəllim oyunla bağlı fikirlərini bildirsin, sonra suallar olası cavablandırır. Mən də sizləri salamlayıram. Maraqlı oyun alındı və hər iki komanda meydançada yaxşı mübarizə apardı. Ümumi bilirdik ki, bizi bu oyunda nə gözləyir. Komanda ortaya yaxşı bir iş koydu. Qələbə qazandıq, oyunu unudub qarşıdakı çempionat oyununa hazırlaşacaq. Olur. Məndə əvvəlcə təbrik edirəm. Maraqlıdır ki, Araz Naxçıvan Kubok oyunlarında sizdə üç oyunlar bir penaltı, ikinci penaltı kazandınız və mərhələni apardınız. İndi də oldu. Təsadüf siz necə şərh edə bilərsiniz? O hər epizodları dəyərləndirsək, hakimlərin verdiyi qərar da onların bizim müzakirə eləməyimizə ehtiyac da yoxdur. Düşünürəm ki, təsadüfdür. Futbolun içində olan bir elementdir. O da oyunda təsadüf elədi. Amma ümumi götürəndə daha çox final epizodunu yox, amma komandanın meydançada məşqlərdə etdiklərimizi meydançada verməkləri bizi sevindirir. Vallahi. Çox sağ olun. Sağ olun. Buyurun. Siz və Qarabağ Kubok oyunlarında bir gol üstünlüyü sizi nə dərəcədə asanlaşdırır? Belə bu gün məğlub da olsaydıq, heç bir üstünlüyümüz ya da belə əskiliyimiz olmayacaqdı. Biz də bilirik ki, kimə qarşı oynayırıq. Qarabağ oturuşmuş və reklama ehtiyacı olmayan komandadır. Daha çox oyunu unudub çempionat oyununa köklənmək lazımdır. Ona görə düşünürəm ki, vaxtı gələndə ikinci oyunu da düşünəcək. Start heyətdəki seçimlərimiz biraz belə deyim, Ramon maçında oynanan qiyasi hissətlər, start heyətdə yox deyil. 60 onlar aparıcı olmuşlar, bu oyuna əsaslanır. Amma heç nə, start seçim mənə məxsusdur, ona görə onun açıqlamasını vermək. Çox sağ olun.